Salam, hər vaxtınız xeyir. Əziz ikincilər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video isə ikinci siniflərin xətt bucaq mövzusu ilə bağlı olacaq. Gəlin vaxt itirmədən xəttləri və bucaqları öyrənib, daha sonra isə testlər üzərində tətbiq edək. Uşaqlar, düz xəttdən başlayaq. Düz xəttin başlanğıcı və sonu yoxdur. Düz xətt əyilmədən hər iki tərəfə uzanır. Gəlin bir düz xətt çəkək. Baxın, bu düz xəttdir. Düz xəttin başlanğıcı və sonu yoxdur. Başlanğıcı və sonu yoxdur. Əyilmədən hər iki tərəfə uzanır. Yəni, buradan da götürüb sağa uzada bilərik, soldan da götürüb istədiyimiz qədər uzada bilərik. Yəni, başlanğıcı, sonu yoxdur. Yəni, bizə məhdudiyyət qoyulmayıb. Ona görə də istədiyimiz qədər sağa və sola uzada bilərik. Deməli, bunun adı oldu düz xətt. Yazaq burada düz xətt. Aha. İkinci xəttimiz isə şuadır uşaqlar. Başlanğıc nöqtəsi var, amma sonu yoxdur. Şuanın başlanğıcı var, gəlin çəkək. Başlanğıcı var, amma sonu yoxdur. Baxın, hərflə işarə olunur. Aha. Şuanın başlanğıcı var, yəni baxın, sol tərəfdən bizə məhdudiyyət qoyulur. Yəni, sağ tərəfdən də ola bilər. Sadəcə olaraq deyirəm ki, yəni başlanğıc nöqtəsi var, yəni belə nöqtəsi var bir tərəfdən. Digər tərəfdən isə məhdud qoyulmayıb, məhdudiyyət bizə qoyulmayıb. Yəni, istədiyimiz qədər sağ tərəfə və nöqtə olmayan tərəfə, belə deyək, nöqtə olmayan tərəfə istədiyimiz qədər uzada bilərik. Bu oldu şua. Daha sonra parça. Gəlin parçadan danışaq. Hər iki tərəfdən məhdudlaşan düz xəttdir. Baxın, hər iki tərəfdən o nə deyirsə, mən də onu yazıram. Hər iki tərəfdən məhdudlaşan düz xəttdir. Yəni bu parçanın başlanğıcı və sonu var. Baxın, başlanğıcı və sonu var. Uc nöqtələri böyük hərflə işarələnir. Baxın, burada görsəniz, tutaq ki, A və B-ni görsəniz, bilərsiniz ki, həm məhdudlaşıb, nöqtələri də görürsünüz, həm də başlanğıcı da var, sonu da var. Bunu istədiyimiz qədər sağa və ya sola uzada bilmərik. Bunun adı oldu parça. Parça. Daha sonra sınıq xətt. Müxtəlif bucaq altında birləşmiş parçalardan yaranan xəttdir. Sınıq xətt açıq və ya qapalı ola bilir. Baxın, bir dənə qapalı sınıq xətt çəkirəm. Baxın, bu qapalı sınıq xəttdir. Daha doğrusu belə. Bu qapalı sınıq xətti görürsünüz? Yəni, tutaq ki, burada bir qarışqa gəzsə, çölə çıxa bilməyəcək. Qapalıdır. Bir də açıq sınıq xətt var. Bax, görürsünüz? Açıq sınıq xətti bu. Yəni, içində bir qarışqa gəzsə, çölə çıxmağa yeri var. Belə düşünün, belə yadda saxlayın. Əyri xəttdəki, deməli, bu oldu sınıq xətt. Sınıq xətt. Bir də var əyri xətt. Düz olmayan, müəyyən hissələrdə əyilən xəttdir. Əyri xəttlər, indi qabağımıza, qarşımıza çıxacaq. Əyri xəttlər bucaq əmələ gətirmir. Yəni, bucaq əmələ gətirə bilmir. Baxın, əyri xətt. Bu da oldu əyri xətt. Deməli, hələ ki bu qədər kifayətdir. İndi bucaqlar haqqında da danışmışaqlar sizlə. Deməli, biz bilirik ki, bir təpə nöqtəsindən çıxan, bunu silim, yəqin ki sizə lazım olmayacaq. Aha. Bir təpə nöqtəsindən çıxan iki şua bucaq əmələ gətirir. Bucaqlar, uşaqlar, 5 cür olur. 5 cür. Uşaqlar, bucaqlar 5 cür olur. Yadınızda saxlayın. İlk bucaq iti bucaqdır. İti bucaq. Birinci iti bucaqdır. İti bucaq 90 dərəcədən kiçik, 0 dərəcədən böyük olur. Sadəcə dərəcələr sizə lazım olmadığına görə iti bucaq böyükdür, kiçikdir işarəsi ilə yadınızda saxlayın. Bilirəm, dərəcələr hələ sizə aid deyil, amma ki, bu formada yadınızda saxlayın. İkincisi isə düz bucaqdır. Düz bucaq. Düz bucaq. Düz bucaq da bu formada olur. Tam əksi, tam tərsi ola bilər. Üçüncü bucağımız isə kör bucaqdır. Kör bucaq.
Kör bucaq isə bu formada olmuş olacaq. Yenə də deyirəm, əksi tərsi ola bilər. Bir də var açıq bucağımız. Açıq bucaq. Açıq bucaq. Açıq bucaq baxın bu formada olur. Açıq bucaq. 180 dərəcədir. Sadəcə yenə də deyirəm, dərəcələr sizə lazım olmadığına görə, hələ ilkin anlayışlar olduğuna görə bunu daha sonraki siniflərdə öyrənmiş olacaqsınız. Bir də var tam bucaq. Tam bucaq. Tam bucaq. Aha. Deməli uşaqlar, bizə nə lazımdır? Bizə lazımdır sadəcə görüntüləri yadımızda saxlayaq və yaxud da mən yazdıqca siz də öz dəftərinizdə qeyd edin bunları. Yəni videonu dayandıra dəftərinizdə qeyd dəftəri ki tutun özünüz üçün. Orada qeyd edin. Daha sonra test işləyəndə və yaxud da məktəbdəki dərsliyi işləyəndə yadınıza düşsün. Və yaxud o dəftərdən baxıb rahat şəkildə edə biləsiniz. Üçbucağımız var. Yəqin ki qabağımıza çıxacaq. Biz bilirik ki üçbucağın 3 bucağı, 3 tərəfi, 3 təpəsi var. 4 bucaq kvadratında həmçinin. Onlar hələ ki deyəsən bizə lazım deyil. Sadəcə ilkin məlumatlar kimi bilin istədim. Gəlin testlərə baxaq. Görək testlərdə bizə nə verirlər. Aha. Testlərdə görək bizə nə verirlər. Neçə düz xətt var? İlk sualımız neçə düz xətt var? Deməli, düz xətt üçün uşaqlar biz nə dedik? Dedik ki, başlanğıc və sonu yoxdur. Əyilmədən hər iki tərəfə uzanır. Yəni, nöqtələri yoxdur, lori dildə desək. Nöqtəsi olmayan bir dənə, nöqtəsi olmayan 2 dənə, nöqtəsi olmayan 3 dənə. Ay müəllim, bəs bunu niyə götürmədik? Çünki bu əyri xətti götürə bilmərik. Ay müəllim, bəs bunu niyə götürmədik? Çünki bu parçadır. Hər iki tərəfdən məhdudlaşıb, götürə bilmərik. Eyni zamanda bu da əyri xəttir, bu da parçadır. Neçə düz xəttimiz oldu? 1, 2, 3 dənə əyri xəttimiz oldu. Baxırıq digər tapşırığa. İkinci sualda bizə deyir ki, nöqtələrin yerinə uyğun sözü seçin. İti bucaq düz bucaqdan kiçikdir. Uşaqlar, iti bucaq bu formada olur, düz bucaq isə bu formada olur. İndi siz özünüz fikirləşin, hansı bucaq böyük olar? Təbii ki, düz bucaq böyük olar, iti bucaq kiçik olar. Ona görə iti bucaq düz bucaqdan kiçikdir. Daha sonra baxırıq digərinə. Hansı fiqurun 6 bucağı var? Baxırıq, 1, 2, 3, 4. 4 dənə bucağı var. 1, 2, 3. 3 dənə bucağı var. 1, 2, 3, 4, 5, 6. 6 bucaqlı olan C variantıdır. 4-də bizə deyir ki, verilən xüsusiyyətlər hansı fiqura uyğundur? 4 bucağı var. 4 bucağı varsa, uşaqlar, bucaqları yoxdur. Bunun da 3 bucağı var. Bucaqları düz bucaqdır. Bəli, düz bucaqdır. Düz bucaqdır, düz bucaqdır, düz bucaqdır. Ona görə C variantı olmuş olacaq. Bizə deyir, kör bucaqları sayın. Yəqin ki, dəftərinizə qeyd etmişsiniz kör bucaqları, daha doğrusu bucaqları, xətləri. Ona görə də dəftərinizə baxıb hələ ki öyrəşənə qədər oradan köçürə bilərsiniz. Kör bucaq 1 dənə, kör bucaq 2 dənə. Deməli, 2 dənə kör bucağımız olmuş oldu. Cavab A variantı. Deməli, ikincisi iti bucaqdır, üçüncüsü düz bucaqdır, beşincisi yenə iti bucaqdır, altıncısı da düz bucaq olmuş olacaq. Bizə lazımdır kör bucaq, 2 dənə kör bucağımız olmuş oldu. Baxırıq 6-cı tapşırığa. 6-cı tapşırıqda aşağıdakı fiqurlardan hansı əyri xətlərin birləşməsi ilə əmələ gəlir? Baxırıq. A variantına baxırıq. Ay sağ. Deməli, bir dənə əyri xətt, 2 dənə əyri xətt birləşib fiqur yaradıb. Ay fiqurunu yaradıb. Cavab A variantı. Baxırıq. Burada baxın, düz bucaq var. Düzdür? Əyri xətt olsa da düz bucaq var. Ona görə götürə bilmərik. Burada da daha doğrusu xətlər var. Ona görə götürə bilmərik. Bizə düz xətt deyir. Ona görə A variantını götürmüş olaraq. 7-də bizə deyir ki, iti bucaq hansı oxla göstərilib? İti bucaq biz dedik ki, böyükdür, kiçikdir işarəsi kimi yadınızda saxlayaq. Baxırıq, yaşılla göstərilib, cavab C variantı. 8-də deyir ki, nöqtələrin yerinə uyğun sözü seçin. Düz xəttin iki nöqtəsi arasında qalan məsafə
Nə idi uşaqlar? Parça. Düzdür? Çünki parça dedik ki, iki nöqtənin arasındadır da, düzdür? Amma bir tərəfi olub digər tərəfdən uzanan şua idi. Götürə bilmərik. Əyri xəttə əyilən xətlər idi. Ona görə cavabımız olacaq B variantı. 9-da bizə deyir ki, verilən şəkildə neçə düz bucaq var? Bir dənə düz bucaq, 2 dənə düz bucaq, 3 dənə düz bucaq. Deməli, cavabımız olacaq B variantı. Baxırıq 10-cu sual. Hansı fiqurun bucaqlarının sayı səhv qeyd olunub? Baxırıq 3 bucağı var, düzdür. 4 bucağı var, düzdür. Bunun isə bucağı yoxdur ümumiyyətlə. Cavabımız olacaq B variantı. Bucaq əmələ gətirən hərfləri işarələyin. Aha, deməli bucaq əmələ gətirən. Bucaq əmələ gətirməyənləri çıxsaq daha doğru olar. Baxın, əyri xətlərdən yaranıb ola bilməz. U da əyri xətlərdən əmələ gəlib ola bilməz. C da əmələ gələ bilməz. Deməli, bucaq əmələ gətirən Z, A, N və L hərfləri olmuş olacaq. Xətlərin əmələ gətirdiyi bucaq növlərini yazın. Aha, gəlin yazaq. Deməli, A variantında iti, B variantında olacaq. Baxın bir dənə. Düz bucağa da oxşuyur, amma biraz deyəsən əyilib, bu olacaq kör bucaq. Burada da iti bucaq, burada da kör bucaq, burada da olacaq düz bucaq. Üstəlik bucaqları verilən ardıcıllığa uyğun düzün. Biz bildik ki, deməli, iti bucaq 90 düz bucaqdan kiçikdir. Ona görə ilk öncə başlayır. Kiçikdən böyüyə deyirsə, birinci 2, 3, 4 və 5 olacaq. Böyükdən kiçiyə deyirsə burada 2, 1, 3 və 4 formasında olmuş olar. Baxırıq. Fiqurların bucaqlarının sayıları cəmini tapın. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 üstə gəl. 1, 2, 3, 4, 5, 6. 6 bərabərdir 14. Burada isə 4 üstə gəl 0, üstə gəl 3. Bu da eləyəcək 7. 5-də bizə deyir ki, nömrələnmiş bucaqların növünü müəyyən edin. Yaxşı. Birinciyə baxırıq düz bucaq. Harada yazaq bunu? 1. Düz bucaq. 1. 5 də düz bucaqdır. Daha sonra. İti bucaqları tapaq 3. 2 və 4 isə kör bucaqdır. Bu formada qeyd eləmiş olaq. İndi baxaq. Hər bir xəttin adını qeyd edin. Deməli, əyri. Bu isə olacaq düz. Düz xət. Hər iki tərəfdən məhdudlaşan oldu parça. Bu da əyri xəttir. Yenə də parçadır. Şua verilməyib bizə. Xətlərin bucaq əmələ gətirmədiyi təsvirləri seçin. Uşaqlar, yadınızdadır, əgər qeyd aparmısınızsa, mən dedim, əyri xətlər bucaq əmələ gətirmir. O cümləni vurğuladım. A-da əyri xət olduğuna görə bucaq əmələ gətirə bilməz. Əmələ gətirə bilər. Burada da əyri xət var, ona görə bucaq əmələ gətirə bilməz. Bu onsuz da bucaq əmələ gətirəcək. Deməli, A və C bucaq əmələ gətirə bilməz. Saatın əqrəbləri hansı bucaqları əmələ gətirib tapın və yazın. Deməli, bu formada olan olacaq kör bucaq. Bu formada olar düz bucaq. Bu formada olar kör bucaq. Burada isə iti bucaq. Üzr istəyirəm, iti bucaq. Burada olacaq düz bucaq, burada da olacaq iti bucaq. İndi 2 dənə məsələmiz var, onları da həll edək. Daha sonra keçək digər tapşırıqlara. Aşpaz yeməyi bişirməyə başlayanda saatın əqrəbləri düz bucaq. Aha, baxırıq burada görək. Düz bucaq hansıdır? Deməli, saat 3-də başlayıb aşpaz. Bişirib bitirdikdən sonra isə kör bucaq əmələ gətirdi. Kör bucaq da burada 7-dir. Deyək, yemək neçə saata bişdi? Deməli, 7-dən çıxarıq 3-ü. Deməli, yemək 4 saata bişmiş oldu. Baxırıq B tapşırığına. Səma kvadratın tərəf sayı ilə kvadratın 4 tərəfi var. Bucaq sayını topladı.
Səma cəmdə hansı ədədi aldı? 4 tərəfi var, 4 də bucağı var kvadratın. Ona görə 8 almış oldu. Baxaq indi digər tapşırığa. Ya da digər tapşırıqlar qalsın gələn dəfəyə. Çünki 15 dəqiqə, artıq videomuz 15 dəqiqədir davam edir. Həm sizə yorucu olmasın, həm də hissə-hissə öyrənmiş olaq. Bugünlük bitirək uşaqlar. Bugünlük izahımız bu qədər. Faydalı oldusa videonu bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Bugünlük bu qədər. Hələlik.